Daha önce matchalı saqqız görmüşdünüz. Bu marketdə Çinə getmədən nə axtarsanız tapa bilərsiniz. Amma sözün əsl mənasında nə axtarsanız. Çünki burada hər şey var idi və hər gəldiyimdə fərqli və yeni məhsullar da görürəm. Marketə getməzdən əvvəl Drinkitdən bir ice latte aldım. Çünki buranın kofelerini çox sevirəm. İndi isə gedirəm üzü 28 may istiqamətinə. Market Pushkin küçəsində yerləşir və 28 may metrosuna da yaxındır və axır ki gəlib çatdım. Bu marketdə eyni cərgədə Çin şirniyyatları və Çin restoranı da var. Marketin çöldən xarici görünüşü də məncə qəşəngdir. Burada daim endirimlər olur və ilk dəfə gördüyüm məşhur Çin şirniyyatları da var idi və məncə hər biri çox iştah açıcı görünür. Qiymətləri də soruşsanız, məncə çox münasibdir. Məhsullar elə 5-10 qəpikdən başlayır və çox əlçatandır. Bir kiçik səbətin yarısını doldurduqdan sonra neçə azayın ödədiyimi videonun sonunda sizin üçün göstərəcəm. Ən maraqlısı da odur ki, vitrini daim yeniləyirlər və hər gəldiyimdə yeni məhsullar gördüyüm üçün də gözüm yorulmur. Açığı mənim özümə də fərqli ölkələrin məhsullarını sınamaq maraqlı gəlir. İnşallah nə vaxtsa qismət olarsa Çinə gedib oradan sizin üçün random bir market videosu çəkərəm. Lap Çin olmasa da başqa bir ölkədə olsa bunu davam elətdirmək istəyərəm. Mən marketlərdə daha çox snəklərin, şirniyyatların və sousların çox olduğu rəflərə diqqət edirəm. Amma sizin üçün demək olar bu marketi full çəkmişəm. Bu marketə gəlsəniz xüsusi olaraq sizə çay rəfinə diqqət eləməyinizi tövsiyə eləyərəm. Qeyri-adi fərqli ətirlərdə çaylar var idi və ən qəribəsi də oldu ki, düyü ətirli çayın olmasıydı və paketlərdə dəmləməlik jasmin çayı da var idi. Elə həmçinin kofe çeşidi də çoxdur. Kokoslu, adi və fərqli tamlarda da kofelər var idi. Və ən əsası sushi məkanlarına maraqlı gələcək olan o litrlə soya sosunun satılmasıdır. Belə sushi hazırlamaq üçün də məncə kifayət qədər vitrində məhsul var idi. Noodlelar da var idi, amma mənə ən qəribə gələn paketdə qurudulmuş mal ətinin olması idi. Heyf ki, risk edib almadım. Çili və acılı souslar da dolu idi və bubble tea hazırlamaq üçün də xüsusi xammallarda tapmaq mümkündür. Həmçinin qadın və körpələr üçün xüsusi Çin istehsalı məhsullar, çəki ilə konfet, çərəz və müxtəlif məhsullardır. Yəni bir sözlə hər şey var idi. Hətta qaz yumurtası belə var idi. Aldığım bütün məhsulları sonda diqqət eləsəniz qəbzini göstərmişəm. Aldığım məhsullara neçə azən ödədiyimi də görə bilərsiniz. Buranı sizə həm əlverişli, əlçatan olduğuna görə, həm də fərqli məhsullar sevirsinizsə, bu səbəbdən də bura gəlməyinizi tövsiyə eləyərəm. Əgər video xoşunuza gəldisə, bəyənərsiniz. Və növbəti videonun mövzusun hardan və nə olmağını istəyirsinizsə, onu da rəy bölməsində qeyd eləyərsiniz. Bura qədər izlədiyiniz üçün sizə də ayrıca bir təşəkkürlər.